moda evlərinin çıxartdığı dizaynlara diqqət etsək, tam görərik ki, artıq dizaynerlər keçmiş dövrlərə istinad etməyə başlayıblar. Özdə elə bir dövrlərəkən Viktorian dövrünün sirli, ehtiraslı, qaranlıq dünyası, estetikası, barokkanın dəbdəbəsi, rokokanın oyunbaz romantikası. Bəs niyə bu baş verir? Bəlkə insanlar artıq minimalistikadan çox sıxılıb və özünü nağıllar aləmində hiss etmək istəyir və bunu da dizaynerlər duyur. 2025-ci ildə Castlecore və ya qala əsaslı estetik stilin dəbdə olmasının bir neçə sosial mədəni və estetik tendensiyalarla əlaqəsi var. Bu stilin mərkəzində orta əsr medieval motivləri, romantik siluetlər, zireh ilhamlı detallar, təbii materiallar və qalavari mistik atmosfer dayanır. Baxmayaraq biz bu tərzi daha çox 2024 və 25 trendlərində gördük, bir çox dizaynerlər həmişə bu tərzə müraciət ediblər. Xüsusən John Galliano, Alexander McQueen, Vivienne Westwood, eləcə də Marta Margiela, Jean-Paul Gaultier, bir çox dizaynerlərin adını çəkmək olar ki, daim tarixdən ilhamlanıblar. Son dövrlərdə Paco Rabanne kolleksiyalarında, Dior'un kolleksiyalarında, Dilara Fındıkoğlu və s. kimi bir çox dizaynerlərdə bu tərzi görə bilərik. Gəlin ümumiyyətlə baxaq dizaynerlər nəyə görə bu detallardan daim istifadə edirlər. Birincisi qaçış estetikası və nostalgiya. Xüsusən pandemiyadan sonra dünyamız çox dəyişib və müasir texnoloji xaos insanları daim geriyə dönüş və fantaziya axtarışını yaradıb. Orta əsrlər xüsusilə romantik təsvirlər vasitəsilə bu ehtiyaca cavab verir. Castlecore təhlükəsizlik, sakitlik simvolu olan qalalarla və qəhrəmanlıq hissi ilə emosional rahatlıq yaradır. Fantaziya və pop mədəniyyətin təsiri. Təbii ki, 2020-ci illərdə çıxan House of the Dragon, The Witcher, Rings of Power kimi serial və filmlər orta əsr və fantastik dünyaları yenidən gündəmə gətirdi. Sosial mediada isə vizual olaraq güclü olan bu stil özünü ifadə və fərqlilik, yaradıcılıq üçün mükəmməl bir zəmin yaradır. Xüsusən də qadın gücünün yeni təsviri. Yəni bir çox dizaynerlər, xüsusən Alexander McQueen-də, məsələn Sarah Barton'ın son kolleksiyaları, Simone Rocha kimi dizaynerlər zirehli qadın qəhrəmanı, kraliça, mistik döyüşçü arxetiplərini ön plana çıxarırlar. Bunu biz Dior'da da görə bilirik. Həm də feminizmin estetik bir təcəssümü kimi qəbul edilə bilər. Yəni, məsələn, həm qadın zərifdir, həm də güclü. Ümumiyyətlə, orta əsrlər davamlılıq və təbiətə dönüş deməkdir. Castlecore təbiətə yaxın materiallar, xüsusən kətan, yun, dəri, əl işi kimi görünən teksturalar və köhnə sənətkarlıq ənənələrinə dayanan dizaynlara ehtiva edir. Əgər detalları ümumiləşdirsək, Castlecore stili özündə Viktorian, barokko, rokoko dövrlərinin estetik təsirlərini birləşdirir və müasir modada dramatik, zərif və bəzəkli bir görünüş yaradır. Əgər ayrı-ayrılıqda baxsaq, Viktorian dövrünün yüksək yaxaları və qol manjetləri, dantel, ipək naxışlar, karsetlər və tam bədən formasını sararaq incə beli vurğulayan siluetlər, gotik elementlər, tünd rənglər və matəm geyim estetikası. Viktorian təsirini ən çox Alexander McQueen-in siluetlərində görmək olar. Barokko dövrü üçün isə deyə bilərik ağır və parça teksturalar, məxmər, tafta, qızıl detallar, metal işləmələr, dekorativ naxışlar, asimetrik və həcmli formalar, şişirtmə ətəklər və zərif tikmələr, eləcə də dini və kral simvolları. Bunlar çox vacib məqamlardır. Bunu biz Dolce Gabbana barokko kolleksiyalarında və yaxud da Balmain'da zireh və qızılı ornamentlərdə görə bilərik. Və rokoko dövrü ətirli pastel tonlar, açıq çəhrayı, krem mint rəngləri, səma mavisi, qarmaqarışıq bəzəklər, qırçınlar, ətirli və romantik fiqurlar, çiçək naxışları və incəlik. Təbii ki, mərmərdən və fresklərdən də ilhamlanan naxışlar var. Və dediklərimdə də mesaj çox açıq-aydındır. Qadınların həm güclü, həm də şəhzadə kimi zərif olma duyğusunu aşılayır bu stil.